Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bu gün sizinlə sıfırdan məntiq dərsləri seriyamızın 10-cu dərsinə başlayırıq. Dərsimiz hesab əməlləridir. Hesab əməllərindən bu gün sizinlə toplam və çıxmaya aid test suallarının izahına baxacağıq. Suallarımızın izahına baxmamışdan qabaq gəlin sizinlə birinci qaydanı təkrarlayaq. Birinci qaydamız nədir? Birinci qaydamız odur ki, 2 verilmiş ədəddən, məsələn, AB ədədindən onun əksini çıxdığımız zaman alınan cavab həmişə 9-a bölünən bir ədəd alınır. Misal üçün, istənilən bir ədəd qoya bilərsiniz. Məsələn, 91 çıxaq 19 eləyir 72. Baxın, 72 9-a bölünən ədəddir. Başqa bir ədəd də qoya bilərik. Məsələn, 63 minus 36 eləyir 27. Baxın, 27 də 9-a bölünən bir ədəddir. İstənilən 3 rəqəmli ABC ədədindən onun əksini çıxsaq, CBA-nı çıxsaq, alınan cavabda ortada həmişə 9 alınır. Kənarlara da bir x-dan y yazsaq, kənarların da cəmi həmişə 9-a bərabər olur. Məsələn, özümdən bir rəqəm yazıram. 612 çıxaq 216. Mən 2-dən 6 çıxa bilmirəm, birini buradan verdim. 12-dən 6 çıxanda qalır 6. Burada 0 qalmışdı. 6-dan birini verdim bura. Ondan 1 çıxanda 9. Burada da 5 qalmışdı. 5-dən 2 çıxanda 3 alındı. Baxın, ortada 9 alındı. Kənarların da cəmi 9-a bərabər olmuş oldu. İstənilən bir 2 rəqəmli AB ədədinin üzərinə onun əksini gəldiyimiz zaman alınan cavab həmişə 11-ə bölünən bir ədəd olur. Misal üçün, 13 üzərinə gələk 31 alınır 44. Baxın, bu 11-ə bölünən bir ədəddir. Başqa bir misal yazaq. Məsələn, 27 üzərinə gələk 72 alınır 99. Bu da yenə nədir? 11-ə bölünən bir ədəddir. Başqa bir qaydanı da sizdən bölüşüm. Sizə verilsə ki, istənilən 3 dənə 2 rəqəmli ədəd AB, məsələn BC, burada da verilsin CA. Məsəl üçün, burada verilsə, məsələn deyək, misal A, B, C verilsə. Əgər B, C, A-dan üçündən biri onların altında verilibsə, yəni cavabda qeyd olunubsa, digər ikisinin cəmi 10-a bərabər olur həmişə. Məsələn, burada C verilibsə, A ilə B-nin cəmi 10-a bərabərdir. Yox, burada B verilsəydi, onda A ilə C-nin cəmi 10-a bərabər olacaqdır. Gəlin suallarımızı keçək. Suallarımızda da yenə qaydalardan istifadə edəcəyik. Birinci sualımıza baxaq. M ilə K-nı toplayıb 8 alıb. N ilə L-i toplayıb 8 alıb. Bu iki ehtimalda deyə bilər. N ilə L-in 8 olma ehtimalı. 1, L ilə L 4 ola bilər. Gəlin 4 şərtinə baxaq. 4 ilə 4 toplayın 8 eləyir. O zaman biz buradan bilirik ki, M ilə K-nın cəmi 8-dirsə, onda K ilə M-in də cəmi 8 olur. Bu düz olmadı. Niyə? Çünki baxın, biz burada L-lərə 4 vermişik, burada L 8 alındı. Bir də L-lərin 8 alınma ehtimalı 9 olanda ola bilər. 9 ilə 9 toplayaraq 18, 8 yazarıq bir yadda. K ilə M-in də cəmi buradan bilirik ki 8-dir. Bir də yaddaydı, L olar 9. Bizdən də K ilə M-in cəmini soruşur. K ilə M-in cəmi 8-dir. L də tapdıq ki 9-dur. 8-dən 9 eləyər 17. Baxın, ikinci sualımıza bayaq buna uyğun bir qayda demişdik. Əgər bu üçünü toplayıb, üçündən birini burada veribsə, digər ikisinin cəmi 10-a bərabərdir. A ilə B-nin cəmi o zaman 10-a bərabərdir. Və bir şey də yadınızda saxlayın ki, 3 dənə istənilən 2 rəqəmli ədəd toplayanda bu ya 100 neçəsə eləyə bilər. Və yaxud da ki, 200 neçəsə eləyə bilər. Yəni 200-dən 200
neçəsidən yuxarı, yəni 300 ola bilməz heç vaxt. Ən böyük ədədləri belə yazsınız. Bu 280, 290 alınacaq, yəni 300 alınmayacaq. Oradan belə bir nəticəyə gəlirik ki, bizim buradakı A ya 1 ola bilər, ya 2 ola bilər. A-nın 1 olma şərtinə baxsaq, onda B-miz olur 2. Gəlin yerinə yazacaq görək, alınırmı? Üz üstürəm. A 1 olanda B-miz olur 9. A-nın yerinə 1 yazsaq. Harada A varsa 1 yazdıq. B-lərimiz də 9 olsa. Aha. Diqqətlə baxanda bu 10 neçəsə eləyir, düzdürmü? Məsələn 13 eləyə bilər, 14 eləyə bilər, 15 eləyə bilər. Məsələn 14 eləsə 4 buraya yazarıq, 1 yadımızda qalar. 1 ilə 9 10 eləyir. 1 də yadımızda qalan gəlsək, böləcək 11. Bunun 9 alınmağı üçün C olmalıdır onda 8. Yoxlaya da bilərsiniz. Baxın bura. 1 ilə 9 10 eləyir. Üzərinə gələndə 8 eləyir 18. 8 yazdıq. 1 yadda. 1 ilə 8 9 eləyir. 9 19. 18 1 də yaddaydı 19. İndi A, B. Yəni 1, 9, bir də A, C. 1, 8. Bunların cəmli eləyəcək 37. D variantı. Keçək belə bir sualımıza baxaq. Bu tip sualları necə həll edirsiniz? Yəni burada götürüb rəqəm qoysaq bizim vaxtımız çox aparacaq. K-ləmə bir x deyirəm. ABC-yi bir y deyirəm. Burada bir sistem təlini qururam. X plus y bərabərdir 1524-ə. Onda bu x isə bu da y-dir. X çıxaq y-də bərabərdir 226-ya. Bunları sistem təlini alıb tərəf-tərəfə toplasaq. X-dan x elədir 2x. Müsbət y ilə mənfi y 0 eləyir. 1524-ün də üstünə 226 gələndə eləyir 1750. Onda buradan x-imiz bərabərdir 1750 bölək 2. 1750-ni də 2-yə böləndə eləyir 875. Biz x nəyə demişdik? KLM-ə. Onda KLM olur 875. 875. Bizdən də KLM-in cəmini soruşur. 8 plus 7 plus 5 eləyir 20. A variantı. Baxarıq belə bir sualımız var. Deyir bizdən minimum C nəyə bərabər ola bilər? Əgər verilmiş sütunlardakı ədədlərin hər bir sütundakı ədədlər və yaxud ki hərflər bir-birinə bərabərdirsə, yəni 2 dənə A var, 2 dənə B var. 2 dənə A var, 2 dənə B var, 2 dənə A var, 2 dənə B var. Bizdən minimumunu soruşursa, o zaman ən kiçik rəqəmlərdən istifadə edəcəyik. Yəni 1 ilə 2-dən. Fərq eləmir. A-ya da 1 verə bilərsiniz, B-yə də 1 verə bilərsiniz. Hamısına eyni cavab alınır. A1 olanda B2 yazırım, A1-dir, B2-dir. Buradan C olur 6. Eyni ilə diqqətlə baxsaq 1, 2, 1, 2. Bu da eləyir 6. 1, 1, 2, 2. Bu da elədi 6. Deməli C-nin minimum qiyməti oldu 6. 5-ci suala uyğun bir dənə sual izah eləmişdik bayaq. Şimdi baxaq bura. Bayaq sizinlə bir qayda keçmişdik ki, istənilən bir 3 rəqəmli ədəddən, məsələn KLM ədədindən, onun əksini çıxdığımız zaman ortada həmişə 9 alınır. N'in 9 olduğunu tapdıq. Bizdən deyir, M çıxaq K və K çıxaq M nəyə bərabərdir? Baxın, diqqətin. M-dən K çıxıb yazıb 5. Burada nə bilirəm ki mən? K M-dən böyük bir ədəddir. Bunun yerinə gəlin, ürəyimizdən keçən bir rəqəm qoyaq. K M-dən böyükdürsə, deyək məsələn, M olsun 3. 3-dən məndən çıxsam 5 alınır. 8. Yəni biz buna 13 kimi baxırıq. Birini verdik bura. K-mız 8-dir, M-miz də 3-dür. Birini verdik bura. Burada da misal üçün 9 bir-birindən çıxanda burada yazaram 6, 6.
özümüzdə yazırıq. Burada qaldım 5'i. 8'dən birini verdim bura. 15'dən 6 çıxanda alındı 9. Burada artıq qaldı 7'si. 7'dən 3 çıxanda 4 alınır. Deməli K'dan M çıxanda 8'dən 3 çıxanda 5 alınırmış. Bunu başqa bir rəqəmlərlə yoxlasınız, eyni qaydada alacaqsınız. Misal üçün M2 olsun, K'nın 5 olmaq üçün, burada 5 almaq üçün K 7 olmalıdır. K 7'dir, M də 2'dir. Elə də istədiyiniz bir rəqəm verir. Məsələn 4 verirəm. 2'dən 7 çıxa bilmərəm mən. 4'dən birini verdim bura. 12'dən 7 çıxanda 5 qaldı. Burada qaldı 3'ü. 3'dən 4 çıxa bilmirik axı. Birini buradan verdik. 13'dən 4 çıxanda eləyir 9. Burada qaldı artıq 6'sı. 6'dan da 2 çıxanda baxın 4 alınır. Deməli K'nın və M'in yerinə nə istəyirsə qoyaq. Yenə hamısında K çıxaq M işarəti 5 olacaq. B variantı. Baxarıq, belə bir sualımız var. 4 vuraq kvadrat plus 6 vuraq 3 bucaq plus 2 vuraq dairə bərabərdir 74'ə. Bizə də veribdir 2 kvadrat plus 5 3 bucaq plus dairə bərabərdir 47'yə. Bu tip sualları gəlin görək necə işləyərik. Bunları tərəf-tərəfə toplamaq və yaxud çıxmaq və yaxud ki əvəz eləsək. Buradan bir dənə dairə nəyə bərabərdir? 47 çıxaq. Bu 2 vuraq kvadrat minus 5 vuraq 3 bucaq. Deməli bir dənə qara dairəmiz bizim bərabər oldu bu ifadəyə. Qara dairənin bu qiymətini mən gətirib burada yuxarıda yerinə yazsam. Alarıq nə? 4 vuraq kvadrat plus 6 vuraq 3 bucaq plus 2 vuraq 47 minus 2 vuraq kvadrat minus 5 vuraq 3 bucaq. Bu da bərabərdir 74'ə. Bunları vurub atsaq 4 kvadrat plus 6 3 bucaq plus 2 dəfə 47 eləyir 94 minus 4 vuraq kvadrat minus 10 3 bucaq bərabərdir 74'ə. Baxın 4 kvadratdan 4 kvadrat getdi. 6 3 bucaq mənfi 13 bucaq. Elədim mənfi 4 3 bucaq bərabərdir. 74'dən də 94 çıxanda alınır mənfi 20. Buradan 3 bucaq bərabərdir 5'ə. 3 bucağın 5 olduğunu tapdıq. Bizdən elə 3 bucağı soruşurdu. Oldu D variantı. Belə bir sualımız var. 11-ci sualımıza baxaq. Bunu silərik. Baxın diqqətlə. L ilə K'nın cəmi bizə M yazıb. Bir də K ilə L'in cəminə 4 yazıb. Əgər buradakı rəqəm bir vahid artıb bura yazılıbsa, demək onda K ilə L'in cəmi 10 neçədir? Yəni bu 13 ola bilər, 14 ola bilər. 13 nə ola bilər, onu deyəcəm. K ilə L'in cəmi 13 olarsa əgər, baxın, burada da L ilə K'nın cəmi onda 13 olmalıdır. 3 yazarıq, 1 yadda olar. K ilə L'in cəmi 13 isə 1 yaddaydı, 14. 4 yazdıq, 1 yadda. 4'ün üzərinə 1 gəldi, nədir? 5. Deyərsiniz ki, müəllim, bəs niyə 14 olmaz? Birdən M-i soruşurdu, M oldu 3. Deyərsiniz ki, müəllim, bəs niyə 4 olmaz? K ilə L'in cəmi 14 olmaz. Baxın, L ilə K'nın cəmi 14 isə 4 yazdım, 1 yadda. Onda buradan K ilə L'in cəmi də 14'dür, 1 də yaddaydı. Burada 4 yox, 5 olmalıydı. Ona görə 14 ola bilməz. Baxarıq, belə bir sualımız var. M, L, K. L, K, M, K, M, L. Hər üç sütundakı hərflər eynidir. Sadəcə yerlər dəyişdirilib. M, L, K-nın cəmi 14'ə bərabərdir. 4 yazıb 1 yadda. Onda L, K, M-in də cəmi 14'ə bərabərdir. 4 yazırıq. 1 də yadda var idi. 15. 5 yazdıq 1 yadda. Onda K, M, L-in də cəmi 14, 1 də yaddaydı. 15. Burada nə tapdıq? M plus L plus K bərabərdir 14'ə. Buradan bizə verib ki, K plus L M bərabərdir.
K plus L'in yerinə bir M yazsaq, alarıq mı? M plus M bərabərdir 14'ə. Buradan M bərabərdir 7'yə. Aha, M'in 7 olduğunu tapdıq. İndi L ilə K'nın cəmi onda 7'yə bərabərdir. L ilə K'nın cəmi 7'yə bərabər olma şərti 1 ilə 6 ola bilər. 2 ilə 5, 3 ilə 4. Burada deyir ki, L'in üstə 1 gəndə K alınır. Bu da deməli 3 ilə 4 şərtini ödəyir ki, L'in yerinə 3 yazsaq, K'mız da olar 4. Keçək başqa bir digər suallarımıza baxaq. Məsələn, baxaq bu suala. Görək bu sualımız nə deyir bizə. Baxın, 2 dənə B, 2 dənə A. Burada 2 dənə B, 2 dənə A. 2B plus 2A bərabərdir 14'ə. 1 ilə 4. Yəni 14. Onda B ilə A-nın cəmi eləməlidir 7. Buradan biz baxanda cavab variantlarından C-ni çıxarıq. Çünki B ilə A-nın cəmi 7-dirsə, A ilə B-nin cəmi 7 olmalıdır. Yəni A, B də rəqəmlərin cəmi 7 olmalıdır. Bu C-ni çıxaram. Sonra baxaram diqqətlə bura. Baxın, mən A, B-nin yerinə 43 yazsam. Mən 43'dən 34 çıxanda 27 almıram axı. Buradan B-ni də çıxaram. Ümumiyyətlə. Buradan D-ni də çıxırıq. Niyə? 34'dən biz 43 çıxa bilmərik. Baxın diqqətlə. Biz 25'dən 52 çıxa bilmərik. Bunun əksini. Bu alınmıraq, mənfidə də alınır. Amma biz buraya 52 yazsaq, A-B-nin yerinə 52. B-ya da olacaq 25. 52'dən 25 çıxanda 27 alırıq. Deməli, A-B 52'yə bərabər imiş. Baxaq, məsələn, belə bir sualımız var. K, L, 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 L D verib, K, K, L, L, L C verib, K, 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 L, L B verib, 4 dənə K, bir dənə L bizə A verib. Bizdən deyir, minimum A, B, C, D-nin cəmini tapın. Minimum deyirsə, ən kiçik rəqəmlərdən istifadə edək. K 1 olsun, L'lər 2 olsun. Və yaxud da ki, K bizdə 2 olsun. Çünki minimum deyirsə, ən kiçikdən doğru geçsək, 2 olsun, L'lər 1 olsun. Burada D eləyir 6. K 2, 2 olsun, L'lər 1, 1 olsa, bu eləyəcək 7. K 2, 2, 2, L'lər 1, 1 olsa, bu eləyəcək 8. K 2, 2, 2, 2, L'də 1 olsa, bu eləyəcək 9. 9, 8, 7, 6'nı toplasaq, bu eləyəcək 30. Belə bir cavabım var. Amma gəlin başqa bir şərt daxil edib baxaq. Bəlkə onda daha kiçik aldıq. Məsələn, deyək, K'lar 1 olsun, L'lər 2. Onda burada eləyir 9. K'lar 1, 1 olsun, L'lər 2, 2. Burada elədi 8. K'lar 1, 1 olsun, L'lər olsun, 2, 2. Bu eləyəcək 3, 4, 7. K'lar 1, 1, 1 olsun, L'də 2'ni bu eləyir 6. Bunu toplayın, yenə 30 alınır. D variantı. Baxaq 19-cu sualımıza. Baxın, M ilə K'nı toplayıb yazıb 1. Bu 1 ola bilməz, çünki 11 olacaq. M ilə K'nı toplayıb M plus K bərabərdir 11. Bir də M-dən K'nı çıxıb yazıb 5. Biz yazarıq M çıxaq K bərabərdir 5. Bunları tərəf-tərəfə toplasaq, M ilə M 2M bərabərdir 16. Buradan M bərabərdir 8'ə. Diqqətlə baxın, M heç bir zaman 8 ola bilməz. Çünki K'dan 8 çıxıb 4 yazma ehtimalımız yoxdur. K maksimum 9 ola bilər. Onda nə edirik? Onda M ilə K'nın qiymətlərini dəyişirik. K'yı veririk 8. M onda olur 3. K'yı veririk 8. M onda olur 3.
K-yı verdik 8. M oldu 3, 3, 3. Gəlin yoxlayaq ki, şərt edirmi? 3-dən 8 çıxa bilməm. Birini verdim. 13-dən 8 çıxanda 5. 8-dən birini verdim. 12-dən 3 çıxanda 9. Burada qalmışdı 7'si. 7-dən 3 çıxanda 4 aldıq. Burada da eyni ilə baxaq. 83 plus 38. 121. M vuraq K, K vuraq M edir 24. Yəni bu M-i tapdınız. Yoxlayırsınız burada. Ödəməsə, onda K ilə M-in qiymətlərini dəyişirsiniz. Onda K olur 8. Baxaq digər sualımıza. 20-yə uyğun sual işlədik, 21-ə uyğun işlədik. Məsələn, baxaq 22-yə. K-dan L çıxıb yazıb 2. Burada da K-dən L-im çıxıb yazıb 1 neçəsə. Gəlin burada qiymət verək. Nədən nə çıxanda 2 ala bilərik? Məsələn, 5-dən 3 çıxsaq 2 alınır. L 3 olsa, bu 5 olmaq üçün 13-dən mən nə çıxmalıyam? 5 alım 8. L 3 olsa, K da 5 olsa. Həqiqətən ödədi. 5-dən 3 yoxlayan kimi cavabda ödədi. 53-dən 38 çıxanda 15 alınır. Bəs başqa qiymət qoysaq ödəyərmi? Gəlin baxaq. Məsələn, 7-dən 5 çıxsam 2 alınır. K 7 olsa, L 5 olsa. Mən 5-dən nə çıxıb 7 ala bilərəm? Heç nə. 15-dən çıxmalıyam. 15-dən də 8 çıxanda 7 alınır. Burada 55 olanda K da 7-dir. 75-dən 58 çıxanda 17-ni aldıq. Deməli, nə rəqəm qoyuruqsa qoyaq, M həmişə olacaq 8. Baxaq bu sualımıza. Deməli, K, L-lərin cəmi, bir də K, L-lərin fərqi bizə 2, 5 verib. Burada əlbəttə ki, ixtisar olunub 2 ilə 5 alınıbdır. Onda gəlin özümüzdən bir qiymət verək. Deyək, məsələn, K ilə L-ə nə qiymət verək? 3 ilə 1 verək. Və yaxud da ki, 3-dən 1 çıxanda 2 eləyir, amma 3, 1-i toplayanda 5-dən qutaran bir də ala bilmərik. Verək 6 ilə 4. Nə olsun? 6, 6, 6, bu da olsun 4, 4, 4. Olsun 6, 6, 6, bu da olsun 4, 4, 4. Deməli, 666-dan 444 çıxanda qalır 222. Bəs 666-nın üzərinə 444 gələndə alınır 1110. Mən bu 222 ilə 1110-u 111-i ixtisar aparsam, aşağıda qalacaq 10, yuxarıda qalacaq 2. Amma mənə 5 də 2 lazımdır. Bu alınmadı. Başqa bir rəqəm qoyaq. Başqa bir rəqəmlə əlavədə bunu işləyəndə bunu açıb da işləyə bilərsiniz. Ədəd kimi açıb. Necə açırıq ədəd kimi? Baxın, K plus 10K plus 100K. Bu K, yəni 3 rəqəmli ədədinin açılışıdır. Çıxaq L plus 10L plus 100L. Bunların hər birindən K-nı çıxartsam, qalır burada nə? 1 plus 10 plus 100, yəni 111. K vuraq 111 yaza bilərik. Bunların da hər birindən L-i çıxartsaq, anlar L vuraq 111. Yuxarıda aldıq nə? Gəlin buradan qıraqdan yazacaq, diqqət. K vuraq 111 minus L vuraq 111. Bir də aşağıda da K vuraq 111 plus L vuraq 111. Bu bərabərdir 5-də 2-yə. Bunların hər birindən 111-i çıxartsaq mötərizə xaricinə, alınacaq K çıxaq L, aşağıda da 111 vuraq K plus L. Bərabərdir 5-də 2-yə. 111-lər ixtisar getsə, qalır burada nə? K çıxaq L,
Nar silək. K çıxaq L bölək K plus L bərabərdir 5-də 2. Bunu da çarpaz vuraram. Anlar 5K çıxaq 5L bərabərdir 2K plus 2L. Bunları da L'ləri bir tərəfə, K'ları bir tərəfə yığsaq. 5K'dan 2K çıxanda 3K. 2L ilə 5L toplayanda eləyir 7L. Burada K'nın 7, L'in 3 şərtini ödəyər. Gəlin bunu yoxlayaq. K7, L3. Yazsaq bura 777 çıxaq 333. Burada alınacaq nə? 444. Burada da deməli 777 plus 333. Bu da eləyəcək 1110. Bunların hər birini 111 yaxçar yaparsam yuxarıda qalır 4, aşağıda qaldı 10. Sonra bunların hər birini 2 yaxçar yaparsam alınacaq 5-də 2. Deməli K ilə L'in rəqəmlərini doğru tapmışıq. 7 ilə 3 eləyir 21. Baxa belə bir sualımız var. Deməli n 4 dənə n'i toplayanda 4 alıbdır. Deməli n'lərin burada 6 şərti ödəyir. Çünki 4 dənə 6'ını toplayanda axırı 4-dən qutaran ədəd alırıq. Yəni 24 alınır. Onda 4 yazdıq 2 yadda. Mən 3 dənə nəyi toplayıb üzərinə də 2 gəlsəm 1 alaram. 3 dənə 3 toplayarım. Eləyər 9, üzərində 2 gəldik, yadımızda olan oldu 11. 1 yazdıq, 1 yadda. L'ləri toplayıbdır, eləyib 5. Bu hansı şərtdə ödəyir? L'lərin 2 şərti ola bilər. 2 ilə 2'ni toplayaram 4, 1 də yaddaydı 5. Onda K olur 8. Bir də L'lərin 7 şərtdə ödəyir. 7, 7 yazsam, 7 ilə 7, 14, 1 yaddaydı 15. 5 yazdıq, 1 yadda. Onda K da burada 7 olmalı ki, 1 yaddan üzərinəcək 8 alınsın. Amma L də 7, K da 7 ola bilməz. Deməli, birinci 2-2 şərtimiz neymiş? Doğru cavabımız imiş. 8-dən də 2'ni toplayanda eləyir 10. Yəni A variantı. Keçək qabağa biraz fərqli tip suallara baxaq. Məsələn, baxaq bu sual. L'in üstə 11 gəlib yazıb MK'nın üstə KM gəlib yazıb TT, K'nın da üstünə 3 gəlib yazıb L. Burada nəyi bilirik? L K'dan 3 vahid çoxdur. Gəlin buradan diqqətlə yerinə bir rəqəmlər qoyaq. Məsələn, L'lər olsun. L heç vaxt 2 ola bilməz. Çünki mən K'nın üstünə 3 gəlib 2 ala bilmərəm. L 3 də ola bilməz. L 4 ola bilər. Onda görə K olsun 1. Bu şərt daxilində baxsaq. L olsa 4. Onda M'lər olur 5, 5. L'in 4 olma şərti K'nın 1 olma şərti olmalıdır. Onda M 5 isə buradan K da 1'dir. M5 olanda K da 1 olanda 51'in üstüne 15 gəlir 66. Gəlin buradan diqqətlə baxaq. Yerlərinə yazaq ki, doğru cavab çıxırmı? Doğru cavabımız çıxır. Deməli rəqəmləri doğru qoymuşuq. 6, 5, 4, 1. Deməli T 6, 6 düz tapdıq. M 5 oldu. L də oldu 4. 4, M də 5. 654'dən 145 çıxanda görsü doğru cavabımız alınmır. Başqa bir rəqəmlər qoysaq. Deyək ki, K olsun 2, L də olsun 5. L'in 5, 5 olması, M'in 6, 6 olması deməkdir. M 6, 6 olanda, K da 2 olanda. Bu eləyir 88. İndi bu şərt daxilində baxaq. T8, M6, L5. K bizdə oldu 2, L5, M də 6. 865'dən 256 çıxsaq. 5'dən 6 çıxa bilmirəm. 15'dən 6 çıxanda 9. 5'dən 5 çıxanda 0. 8'dən 2 çıxanda 6.
Deməli 609 bizim doğru cavabımız imiş. Yəni digər rəqəmləri qoyub yoxlamaq lazımdır mütləq şəkildə. Baxaq bu sualımıza. Baxın, C ilə B-ni toplayıb 5 yazıb. Bu 15 ola bilər. Çünki 6 ilə 9 toplayıb yaza bilər. Və yaxud 8 ilə 7-ni. Və yaxud ki, burada 2 ilə 3 yazıb 5 ola bilər. Bir də B-dən C çıxıb yazıb 1. Deməli, burada 2 şərt daxilində baxırıq. Birinci C ilə B-ni toplayırıq. 5 ola bilər. B çıxaq C də 1-ə bərabərdir. Bir də biz burada nəyə baxacağıq? C plus B bərabərdir 15. B çıxaq C bərabərdir 1-ə. Bu iki şərt daxilində baxarıq. Bunları tərəf-tərəfə toplayanda C-lər gedir. 2 dənə B bərabərdir 6-ya. Burada B oldu 3. B 3 olanda onda C olur avtomatik 2. Bu şərt də yenə tərəf-tərəfə toplayanda C-lər gedir. 2B bərabərdir 16. B bərabərdir 8. Onda C olur 7. Gəlin baxaq görək, hansında cavabımız ödəmiş olacaq. Deməli, birinci şərtdə B ilə C-nin yerinə 3 2 yazıram. 3, 2, 2, 3. Onda A burada özü olur 5. Burada ödədi. A ilə B-nin cəmini soruşur. 5 ilə 3-ün cəmi eləyir 8. D variantını aldıq. İndi bəs bu 8-dən 7-ni qoyaq görək nə alarıq. 8-dən 7-ni qoysaq. B8, C7. B8, CD 7. Deməli, 7 ilə 8 elədi. 15, 5 yazdıq. Bir yadda, amma 8-dən 7-ni toplayanda 15 eləyir. Bir də yaddaydı, burada 6 olmalıydı. Deməli, bu 8-7 şərti ödəmədi. Birinci şərtimiz də D oldu 8. Sonra məsələn, baxarıq bura. Deyir, LMK-nın cəmi N verir. Maksimum N soruşur bizdən, bir də minimum N-i soruşur. İki rəqəmli ədəd deyirsə, minimum N bizdə tapmaq üçün biz LMK-ya 1, 2, 3 versək. Başqa nə verə bilərik ki? Minimum olmaq üçün. Heç nə. 1, 2, 3 olsa, N oldu mu 6? Burada 1, 2, 3 olanda N olur 6. Bəs biz buradan N'in maksimumunu tapsaq, N'in maksimumu 9 olar. Məsələn, 1, 2, 6 verərəm. Burada da 6, 1, 2 verərəm. Hər birində 9, 9 aldıq. Maksimumu 9 oldu, minimumu 6. 9 ilə 6-nı toplayanda 15 aldıq. Belə bir ədədimiz, belə bir sualımız var. Deyir, KL cəmi M-ə bərabərdir, K çıxaq M L-ə bərabərdir. Buradan diqqətlə yazın, saxlayın ki, 2 dənə rəqəmi toplayanda, burada ikisi də eyni alınıbsa, bu həmişə 11 olur. Yəni, biz 2 dənə rəqəmi toplayıb 22 ala bilməriyik, maksimum 9 ilə 8-i toplasaq belə 17 alınır. Bu 22 alınır. Deməli, burada ikisinin cəmi 11 olur. M-lər olur 1. Buradan da artıq rahatlıqla tapa bilərik. K ilə L-in cəmi 11-dir. Buradan da L bərabərdir, K çıxaq 1-ə. L-in yerinə K çıxaq 1 qoysaq. K plus K çıxaq 1 bərabərdir 11-ə. Buradan 2K bərabərdir 12, K da bərabərdir 6-ya. K 6-dırsa əgər, onda L olur 5. M də 1-dir. Onda 6 vuraq, 5 vuraq, 1 eləyər 30. Sonra məsələn, baxarıq belə bir sualımıza. AB plus CD alınıb 97, KL ilə M-in 82, bizdə maksimum B plus D plus K plus M-in cəmini soruşur. B ilə D-nin 7 alınma şərti, bu B ilə D-nin 3-4 ola bilər, məsələn 6-1 ola, 5 ola bilər, amma 9 ilə 8 də var. Maksimum deyirsə, həmişə B ilə D böyük ədədlər verin. Məsələn, B 9 olsa, D olsa 8. 9 ilə 8, 17 edir. 7 yazdıq bir yadda. Onda A ilə C-nin cəmi 8 olmalıdır ki, bir də yadda 9 yazaq. Onda biz A ilə C-nin yerinə 8 olmaq üçün, məsələn, 3 ilə 5 yazarım. Bu ödədir. B ilə D-nin 9, 8 qoyduq. İndi baxmalıyıq bu tərəfə. KM-in maksimumunu tapmaq üçün. KM-in maksimumu elə 8 olacaq.
8 olmur, 7 olur. Niyə? Çünki L ilə N-i toplayanda 2 ala bilmərik. Biz buradan 12 alacağıq. Maksimum 12 ala bilərik. Yəni 2-nin özü alınmır. 12 olmaq üçün 2 yazıq, 1 yaddadır. Onda K ilə M-in cəmi də 7 olur ki, 1 də yaddadır, 8 yazaq. K ilə M-in cəmi də 7 oldu. 9 ilə 8, 17, üzərinə 7 gələndə aldıq 24. Baxaq məsələn, sonuncu sualımıza da baxaq. Deməli, K, L, M plus L, 8, M belə bir rəqəmətlər verilib. Bir də 8, L-in çıxaq K, M, L, L, 9. Əslində buna uyğun bir sual işləmişdik bayaq. Baxın, K eləməyə yox. Burada K, M, L verib. Hərflərin yerlərini dəyişdirilibdir. Deməli, M ilə N-i toplayıb 0 yazıb. Bu deməli 10'dur. M ilə N-in cəmi 10'a bərabərdir. Bunu bildik. L-in üzərinə 8 gəlib. Burada 0 yazmışdıq, 1 yaddaydı. 1 yadımızdakını da gəlsək, bu 10'un neçəsi olacaq da, düzdürmü? N. Aha, bunu da bildik. Bu 10 neçəsəyə bərabərdirsə, onda K ilə L-in cəmi 7'dir. Çünki bu 10 neçəsi olubsa, N-i yazıb 1 yadına saxlayır. Onda K ilə L-in cəmi 7 olur. Yaxşı. M ilə N-in də cəmi 10 olduğunu bilirəm də onsuz da. Onda 7 plus 10, 17 olar. Bugünlük suallarımızın izahı bu qədər. Əgər sizdə bu tip videoların gəlmək istəyirsinizsə, videonu bəyənməyi, dostlarınızla paylaşmağı, kanala abunə olmağı unutmursunuz. Sağ olun, növbəti videolarda görüşənədək.